Karanlık kalan yerlerden herkese salamlar. Allah rəhmət eləsin bizim ustadımız Ağa Səlimə. Ağa Səlimdən demək olar çox şeylər öyrəndik. Ağa Səlim böyük bir məktəbdir. Çox bir böyük məktəbdir. Ağa Səlim kimi meyxana deyən olmayacaq. Mən bunu deyirəm. Üstündə də dururam. Düzdür, indiki meyxanalar daha da puxtələşib. O dövrün meyxana deyən Ağa Səlim bir nömrə idi. Dövlət də istəyirdi onu, dostlar da istəyirdi, şəhər də istəyirdi, rayon da istəyirdi. Ağa Səlim, nə bilim, belə mən həyatımın 80%-ni Ağa Səlimə borçluyam. Bir qədər pis şeylər öyrətdi Ağa Səlim mənə. Onların indi də əzabını çəkirəm. Ağa Səlim çox təmizkardır. Gedirdik restorana, bir də filan restorana. Ev yox, burasını təzən qarşı. Bir də al çay olar. O stəkan mənimdir. Bu sizin. Deyə Ağa Səlim bunu öyrətdi də bizə də. Sən canım. Şöyle devam. Ağa Səlim bir böyük məktəbdir. Çox bir böyük məktəbdir. O qədər bizə nəsihətlər edirdi ki, rəhmətlik. Deyirdi, heç vaxt oturmuşsunuz 3 nəfər, bir nəfər də o yandan gəlir, öz aranızda gülmüyor. Ayıbdır. Gələn adam elə bilər, ona gülürsünüz. Çox gözəl sözdür. Maşın sürmək mən Ağa Səlimdən öyrəndim. Necə cəmaatla davranmaq lazımdır, Ağa Səlimdən öyrəndim. Bir dənə Ağa Səlimdən bir pis şey öyrəndim ki, rəhmətlik çox təmizkardır. Gedirdik bir restorana da, oğlum yemək var, meyvəz var, pover çağırdı. Pover deyirdi, Ağa Səlim, burada yemək var. Əlini sürtdü buraya, üzünə, ya boynuna, ya qulağına. Hirslənirdi, sür getdik. Deyir, onun pişirdiyi yeməklər nə olacaq? Ağa Səlim çox hazır cavabdır. Allah rəhmət eləsin. Bir dəfə gələndə yolda dövlət yol polisləri əl eləyib ona, saxlamayıb. Gəlib maşından qabağına veriblər, saxlayıb. Deyib, bax, saqqal, saxla deyirik, nöş qaçırsan. Deyib, baxıb gülə-gülə dedim ona. Oğlum, adam oturan yerdə necə qaçar, ay oğlum? Allah'ın olsun. Deyib ona, sən orada dairəvi yolda fırlanmadın, dolanmadın. Kuruqdan kuruq eləmələydin, düz gəldin. Deyib, oğlum, bizə evdən çıxanda atamız, anamız deyib ki, başınızı salın aşağı, yolunuzu düz götün. Ölüb gülməkdən qaylar hörmət edirdi ona, dövlət hörmət edirdi ona. Yeganə meyxana deyəndi ki, Allah rəhmət eləsin, Ulu Öndərə. Ona ad verdi. Şöhrət ordeni verdi. O vaxtlarda Heydər Əliyev sarayında Vahidin 100 illikində meyxana deyəndə əlini qoydu çiyninə, dedi Ağa Səlim. Ulu Öndər dedi Ağa Səlim. Əlini qoydu çiyninə, Ağa Səlimin dedi meyxana gözəl sənətdir. Yaşadın bu sənəti. Ondan sonra meyxana üçün yollar açıldı. Amma hərdən görsən, bəzi cavanlar meyxanadır. Deyiləndə bir dənə dillərinə gəlmir ki, Ağa Səlim də olub, Nizami Rəmzi də olub, Molla Məhəmməd də olub, Hacı Kazım da olub. Ustadları yad eləmək lazımdır. İmkan qədər mən yad eləyirəm. Allah rəhmət eləsin Ağa Səlim Çıldağa.
Vüqarı çox istəyirdi. Maşdağalı Vüqarı çox istəyirdi. Biz Kərimlə günortadan gedirdik yanına, çayxanasına, otururduq, damine oynayırdık, çay içirdik. Vüqar axşamüstülər gəlirdi oraya. Bizə göstərmədiyi diqqəti Vüqara göstərirdi. Vüqar gəlib, Vüqar üçün yemək, Vüqar üçün çay. Özdə Kərim sözü deyəndə axı, dedi, ay ağa Səlim, bacın oğlu burada, mən burada, mənə də bacı oğlu deyirsən, ağa Mirzəyə də bacı oğlu, günortadan buradayıq, nə yemək təklif edirsən bizə, nə bizi ilə maraqlanırsan, deyib, yox, siz nə istərsiniz elərsiniz, siz evdən gəlirsiniz. Vüqar tələbədir, dərsdən gəlir. Tələbələr həmişə ac olurlar. Allah rəhmət eləsin. Vüqarı çox istəyirdi, Kərimi çox istəyirdi. Bir dəfə Kərimə pul lazımdı. Ağa Səlimin də bir dənə otağı var orada. Bir mən 300 manatdı, 500 manatdı pul lazımdı ona. Dedi, ağa, mən kəndə getməyim. Mənə bir 300 dedi, 400 dedi, 500 dedi, pul ver. Sabah gələndə getirib qaytararam. Dedi, oldu. Verərəm, Ağa Səlim başladı getməyə otağa tərəf, Kərim də bunun dalıyca. Ağa Səlim belə baxdı. Gəlirəm. Kərim eşitmədi. Gəlirəm. Gözdəki namırda pulları görmə hardadır. Allah Ağa Səlim çıllağa rəhmət eləsin. Vüqar dostumuza Allah uzun ömür can sağlığı versin. Bütün gözəl sənətkarlara Allah uzun ömür can sağlığı versin. Hamına. Bizim dövlətimiz də onların içində, bizim millətimiz də onların içində. Ağa Səlim özdə onun bir nömrəli dostu vardı. Bilməm, bilirsən, bilmirsən. Aslan İlyasov. Bəh. Saatlarla oturub söhbət eləyərdilər. Özdə Aslan İlyasovun kasetləri, disk yox ha, disk sırağa oyun çıxıb. Kasetləri Ağa Səlimin maşınındaydı. Bakıxanovda otururdu, çay içirdi, maytop olurdu, verirdi, o da qapılarını açırdı. Gedirdi xəyallara Ağa Səlim, biz də onun yanında. Aslan müəllim tez-tez ora gəlirdi. Tez-tez gəlirdi. Aslanla çox onların söhbətləri tuturdu, məzəli söhbətləri, danışıqları. Allah hər ikisinə rəhmət eləsin. Allah yerdə qalanlara can sağlığı versin inşallah. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. Ağa Səlim Çıldağ, demək olar ki, bizim ağlımız kəsən dövrdən danışıram. Ağa Səlim Çıldağ demək olar ki, meyxananın rəmzi, meyxananın birbaşa ağsaqqalı və məktəbi. Ağa Səlim Çıldağ öz dövrünə görə götürəndə bu meyxana sənətinin elə banisi kimi sayıla bilər. Baxmayaraq ki, ondan qabaq Ağa Hüseyn, Atababa, Məşəd Hacı Kazım, yəni kətdə bu bizim sadaladığımız şairlər, meyxanaçılar olub. Sırf meyxanası kimi Atababa Hicri, Ağa Hüseyn Əfsun, amma Məşəd Hacı Kazım da Seydağa, injiner Seydağanın özünün də məsələn demirəm meyxana deyən olub, amma yəni bədahətən demək Məmməd Ali Şəfainin də özü, oğlu, yəni meyxananı belə deyək də şeir forması kimi onlar da ritmlə deməsələr belə, toylarda deməsələr belə, yəni deyiblər vaxtında müasirləri. Əli Ağa Vahidlə də Ağa Səlimin öz dediyinə istinad edərək deyirəm ki, neçə dəfə görüşüblər, nə ediblər, onunla mən danışa bilmərəm, fakt. Amma öz yaşımdan Ağa Səlim haqqında danışa bilərəm ki, yadımdan çıxıb 5-ci il idi, rəhmətli Məmməd müəllim hər il bizdə Əli Ağa Vahid gecələr eləyirdi. Məktəbdə, kəndin klubunda və mən 16-17 yaşımda ilk dəfə Ağa Səlimlə orada çıxası oldum. Əslində orada çox meyxanaçılar olmalı idi. Mənim hansı səbəbdənsə onlar iştirak eləmədim. Mən Ağa Səlimlə orada meyxana demişəm, bir də Molla Məmməd.
birinci dəfə demək olar ki, yəni məni orada tanıdı. Artıq tanış olandan sonra bilirdi kimin oğluyam, dayılar kimdir, əmrlər kimdir. Orada mən elə bir meyxana dedim ki, Ağa Səlimlə ki, rəhmətli, çox hörmətli Hacı Arif Mansurov orada iştirak edirdi. O vaxt o deyəsən nazir idi, ya nazir mavin idi belə. Yəni səlahiyyətli bir, böyük bir məmur qismində orada iştirak edirdi. O mənə bir kəhraba təsbih bağışladı. Yəni, çıxışma görə əlində olan kəhraba təsbih, yəqin ki, o dəyərini mən o vaxt rəqam olaraq bilməm, amma hər halda bunun əlində elə belə təsbihdə öldü, kəhraba təsbihdir. Onu mənə verdi, Sən verdi ki, onu mənə verərsən. Dedim, ağa, mən onu necə verim sən? Mənə bunu, axı, ilk hədiyyəm kimi veriblər. Neçə vaxtlarda soruşdu, nə elədin o təsbih? Dedim, evdədir, atama vermişəm saxlasın. Ondan sonra mənə başladı sevməyə. Ondan sonra mən ona daha məhrəm oldum. Ağa Mirzənin dayısı kimi, Adilin dayısı kimi, Kərimin əmisi kimi, ağsaqqalı kimi Ağa Səlim onlarla daha çox mehriban, daha çox doğma idi. O ərəfədən sonra mənə də başladı sevməyə, mənə də başladı artıq qəbul eləməyə. Bir yandan da eşitmişdi ki, institut oxuyuram, bir yandan da eşitmişdi ki, filan Arif müəllimin oğluyam deyə, yəni ziyalı ailəsində böyümüşəm. Buna daha çox ləzzət edirdi və mən də o sevgidən, o hörmətdən istifadə edib, bunu demək olar ki, həftədə bir 4 dəfə, 5 dəfə yanına gəlib gəlirdim. İnstitutdan çıxırdım, gəlirdim yanına. 91-ci ildə mən 1-ci kursda oxuyanda artıq Ağa Səlimlə bir sirkdə, konsertdə bir yerdə çıxış elədik. O vaxt 6 laureat seçilmişdi. Elçin, Kərim, Ağa Mirzə, Məşəd Baba, Vahid Qədim, bir də mən. 90-cı ildə Qoxmaz Əlinin keçirdiyi müsabiqədə 47-48 iştirakçının arasından biz 6 nəfər seçildik və Ağa Səlimin də başçılığı ilə sirkdə 3 gün konsert verdik. O konsertdəki YouTube-da görən görüb çox böyük ajatajlı bir konsert idi. Hətta sirk boyda arena dolmuşdu, cəmaat artıq keçib manejdə şeydə oturmuşdular, səhnədə oturmuşdular, o qədər adam çox idi. Ağa Səlim bir meyxanaçı kimi, bir meyxana simvolu kimi deyək ki, Ulu Öndər Heydər Əliyevin də tanıdığı bir insan idi. Və Heydər Əliyev də bir adamı tanıyırsa, ətrafında olan bütün komanda, yəni məmurlar, bütün o rəhbər işçilər də Ağa Səlimi Heydər Əliyevin hörmətinə görə, sevgisinə görə tanıyırdılar və dəfələrlə də Novruz şənliklərində, seçki qabağı kampaniyalarda falan da iştirak elədiyinə görə Ağa Səlim artıq bir növ deyək ki, rəsmisi idi bu meyxananın. Həmişə qalışdıqda, səliqədə və həmişə bizə deyir, yaxşı geyinin, cəmaat qabağına çıxırsınız, tərif eləyin. Yəni, dövləti tərifləyin, dövlətin orqanlarını tərifləyin, daha ziyalı, daha yaxşı meyxanalar deyin və mənim də yəni, özümün ziyalılıq addımlarını attığım vaxtda, institut oxuduğum vaxtda bu məni artıq bunlardan biraz seçirdi. Çox danışa bilmərəm Ağa Səlim haqqında, amma bir hadisələrlə gətirib gələ bilərəm onun yəni, xasiyyətin, xarakterin ki, mən onu tanıyanda onun yaşı məndən 30-35-40 yaş böyük bir insan. Əmimdən, da əmimdən də böyük olan bir insan. Mənə bacıoğlu deyirdi, student deyirdi mənə, student. Bir gün dedilər, Ağa Səlim səni axtarır. Gəldim, o vaxt mobil yox idi də, belə. Ağamızda edib ki, tapın onu. Tapdılar mənə nəsə, Ağa Səlim səni istəyir. Dedim, gəldim ağa, dedi ki, bu kadar olacaq, seçkilər olacaq. Biz Heydər Əliyevin seçkiləridir, biz orada Sabunçular önündə konsertdə iştirak eləməliyik. Bir dənə baş sındır, gör, yaxşı qafiyə tapıyıq. Dövlətdən, dövlətçilikdən, zatdan. Dedim, mən ağa baş üstə. Biz də olacaq orada. Bilmirəm, hələ siz olacaqsınız, olmayacaqsınız, amma yaxşı bir dənə qafiyə tapıyıq, şey eləyik, işləyik onu.
Mən orada çıxış eləməliyəm. Dedi ki, mən bir dənəsini tapmışam. Dedim ki, ağana, o gəl gedək Heydər babaya səs verək. Belə bir dənə qafiyə. Dedim, olar da. Nə olar, nə deyəcəksən, gedək Mercedes verək. Özü öz qafiyəsindən xoşu gəlməmişdi. Sonra şeyi yazdı o, mənim yeni ünvanım, yeni Azərbaycanım, yeni Azərbaycan Partisinin yarandığı dövrə görə neçinci 90'lardan danışanda. Azərim məzəli adam idi. Yəni deyirəm, bax, sevdiyi adamı doğulması kimi heç kimə verməzdi. Sevmədiyi adamı da elə yola verərdi, elə belə deyək ki, xətrinə, qəlbinə deyməmək üçün elə oyla rəftar edirdi ki, yaxında belə edirdi ki, yəni ki, məsələn, gəldi ki, ağa, bir daha istəyirəm, yığışıq, oturayıq, bir daha meclis qurayıq, sən də orada bir xanı deyirsən, hə, oğlum, bu yaxında yığışarıq, bu yaxında yığışarıq. Yəni, yola verirdi. Ən çox da, mənə elə gəlir ki, Elçini çox istəyirdi. Elçinin də atası xanəndə idi, rəhmətli Arif kişi, Arif ata kişi. O da bizim kənd toylarında xanəndəlik edirdi. Kənd və kənd ətrafı, yəni o qədər də böyük, belə tanınmış deyildi, amma kəndlərdə çox istəyirdilər onu. Daha çox qəzəl bilən, qəzəl yedizdirən, belə deyək də, xanəndə idi və Azərim bundan çox vaxt düşürdü şeylərə və eşidəndə ki, Elçin də bunun oğludur, meyxana deyə bilir, ona görə Elçin də çox istəyirdi, həmişə ona da daha çox qayğı göstərdi. Ağamüzün Kərimi təbii ki, artıq onların tərəf müqabili kimi çox istəyirdi, onları həmişə özü ilə aparırdı, tərif qafiyəsini dipulu yığırdı, sonra bunları edirdi. Beləliklə, Azərim haqqında çox şeylər var, bilsən nə qədər şeylər var, hadisələr var. Bazı deyirsən, Ağa Səlimdən yadıma gələndən, Ağa Səlimdən, mən Ağa Səlim haqqında saatlarla danışaram. Çünki çox maraqlı bir insan idi, həddən artıq. Ən birinci onu deyim sənə ki, onun âli cənablığından danışım. Həmişəm əynin başı təmiz, ayaqqabıları təmiz, həmişəm üstü başı, heç vaxt görməzsən onu ki, belə stildən çıxsın da. Həmişə geyimi əla olub, qəşəng olub, səliqəli olub. Harada gedirdi, lap uşaqla, böyüklə. Heç olmasa uşaq gəlib deyərdi ki, Səlimə salam ekim, toyuba gəlir, başına bir dənə sığal keçməli idi onun. Çox şey öyrənmişəm mən ondan. Yəni ki, o mənə öyrətməyib, bəli ol, amma ki, o danışdıqca, mən məsəl üçün öyrənmişəm. Məsələn, onlardan biri, ən vaciblərindən biri, bilmirəm, o sənətkarın adını keçsəm, bəlkə də yaxşı döyür, qınıyarlar məni. Ona görə adını keçmədən danışacağım. Gözəl musiqiçidir, gözəl sənətkar olub, Allah ona da rəhmət eləsin. Günlərin bir günü, Ağa Səlim də yeyəndə çox vaxt əllə də yiyirdi o. Nəsə bir kasanın içərisində əzirdi, əllə yiyirdi. Bu adam gəldi, bu sənətkar. Əlini uzatdı ona ki, onu papa deyirdi, papa salam. O da baxdı, əleyhissalam adı ilə. Oğlum necəsən, xoş gəlmirsən. Tezdən öz yeməyinə davam eləyir. Deyir, ağa salam diləməyə əlimi uzatmışam. Deyir, görürəm. Aleyküm salam. Ağa cəmaat baxır, əlim qalıb belə. Deyir, oğlum, mən neyiniyim cəmaat baxır? Ağa əlimi uzatmışam, cəmaat baxır. Deyir, neyiniyim cəmaat baxır? Görmürsən, körək yiyirəm. Mən nə bilim sən hardan gəlirsən? Ağa, əyib deyir, inciyirəm səndən, cəmaat baxır, əlim də qalıb, deyir, əyib yox oğlum, bugün məndən inciyinəm, küs məndən, heç nə olmaz. Amma sabah bilərsən ki, adam körəyi yiyəndə ona əlinə salam verməzlər. Bu sırğı olub qalıb mənim qulağımda, hər yanda da danışıram bunu, hələ Ağa Səlimin öz adından, gördüyümdən, bildiyimdən. Və bu mənə kömək eləyib ki, bütün
ömrüm boyu kim harda çörək yeyir, ya ki 3 nəfər, 4 nəfərdən artıq adam oldu, əlbi qoy ürəyimin üstə salamlaş ilə keç. Yəni, bu bir qanun olaraq heç mənə bunu öyrətməyib, amma ki, görmüşəm, məsəl üçün, eşitmişəm bu barədə və bunu bu günün bu günə qədər bunu, məsəl üçün, saxlamışam özümdə. Sonra həmişəm çayxananın qırağında orada bir dökkün stolu var idi, köhnə stolladın, dökkün ayaqlarının. Üstündə də bardov məxməri süfrə var idi, qıraqlı, asakağlı. Nöş bunlar belə danışıram, o köhnəliyi, qədimliyi istəyirəm verim ki, həmişə oturardı orada çayı qabağında. Mən gələrdim məsəl üçün orada, mən deyirdim də, bayaq Şirzat deyirdim, Şirbala deyirdim mən, Şirbala xoş gəlmirsən, dururdu ayağa. Hər dəfə dururdu ayağa, salamlaşırdı. Onda mən bu söhbəti eşitməmişdim, o ayağa durmaq barədə. İndi məşhur bir söhbətdir, mən onu çox eləmək istəmirəm. Mən ondan birinci dəfə eşitdim ki, mən sənə ədəb, mərifət öyrədirəm ayağa duranda. Bu söhbəti çox eşitdim, ona görə təkrar olmasın, vaxt almaq istəmirəm. Görən kimi məni deyir ki, sən ac olarsan. Deyirəm, yox, ağa, evdən gələm, yəni, çörək yemirsən, hər yemişəm. Gəl bir dənə məni deyir, əntiqə küftə pişiriblər. Nə bilim, onu eliblər, bunu eliblər. Min halla görürsən ki, şey eləyirdi. Adamı vadar eləyirdi ki, nəsə yiyəsən. Gözün çıxsın sənin telefonun. Mən bilirsən ya yox, o heç vaxtı şeyi olmayıb da, pravası olmayıb. Ağsəlimin pravası olmayıb. Ömür boyudakı pravası sürüb maşını. Günlərin bir günü bunu qayı tutur. Zəki həmişə toydan gəlir oradan, içmiş olub. Qayının yanında həmişə o bir nəfər olur, sonra komandir həmişə maşında olur. O gəlir, tanımır Ağasəlimi də indi. Deyir ona ki, çıxanda görüb ki, nəsə bu bir balaca içkiliyə oxşayır. Tez qayıdır, deyir, komandir, bu içib. Ağasəlim qayıdır ona ki, bura bax, mən hər gün içirəm, get hərdən içən nəyə tut. Mən indi yadımda qalanlardan xırda-xırda danışıram. Elə şeylər var ki, danışmaq olar, elə şey var ki, danışarsan bir balaca bu xələl getirər də. Gərək seçib danışasan. Ağasəlim rəhmətli deyirdi mənə ki, sən gözəl maşın sürürsən, bir dənə sən sürəndə mən keçib arxada dincələ bilirəm. O qədər rayonlardan gedib gəlmişik ki, bir günləri gedmişik, Ağasəlim, Kərim, mən Astaraya toya. Toyda bir toy, o toylar hanı indi? O toylar daha yoxdur, qardaşım, yoxdur. Balıq ikrası, balıq kebabı, balıq soyutması, kebablar cürəböcür, yeməklər cürəböcür. Özdə qəşəng pul da olub bizim üçün. Pullar Ağasəlimdə çıxdıq gecə saat 3-4-ə işləyirdik, çıxdıq toydan. Gözləyirdik, indi Ağasəlim həmişə belə olub da toydan çıxan kimi gələ bu Kərim sənin, gələ bu Ağamir sənin. Bilirsən də rəhmətlik necə pulu bölürdü. Bilmən bilirsən, bilmirsən. Deməli qoyurduq pulu. Gələ bu 25 manat mənim özü üçün qoyurdu, məsələn üçün. Ya bu 100 manat, ya 10 manat. Bu mənim, yəni Ağasəlimin. Bu Kərimin. Bu mənim. Bu Amirzönün. Bu mənim axırda deyirdi, anamın qəbri üçün, təm böldüm alsın üçün. Özünü çerezadını salırdı. Bir dənə ora, bir dənə özü üçün. Bir dənə Kərimə, bir dənə özü üçün. Bir dənə mənə, bir dənə özü üçün. Ağasəlimdən ses çıxmır.
Nə pulu sayır, nə haqq hesab edir, heç nə, elə oradan buradan söhbət. Özü də yaxşı pul olub o. Gəl ha, gəl, gəl ha, gəl. Gəldik, çatdıq şəhərə, bulvar qırağına. Dedi, hə, mən pulları haqq hesab edeyim. Siz də evdən çıxıb gəlmişsiniz. Yəni, dedi, bilirsiniz, ne üçün? Astaradan çıxanda haqq hesab eləmədik. Dedik, ne üçün? Dedi, ayrı payınızı versəydim, yuxu gələcəkdi sizə. Maşını sürə bilməyəcəkdiniz. Hələ özüm bilə-bilə saxladım haqqı hesabı Bakıya ki, o nigaran qalırsınız. Nə qədər oldu? Görəsən, Ağa Səlim bizə nə qədər verəcək? Allah rəhmət eləsin. Deyib gülə-gülə gəlirdik. Otururduq Ağa Səlimin yanında. Bakıxanovda, Razin qəsəbəsində, Bakıxanovda. Çayzad içirdik, hava açılırdı. Gün başlayırdı çıxmağa. Biz də Kərimlə gəlirdik kəndə, Ağa Səlim qalırdı Razində. Belə xatirələr çox olub. Məndən bu qədər. İndi hadisə olaraq birini danışırım, amma yenə deyirəm, mənim Ağa Səlim haqqında daha çox danışmağıma yaşım çatmır. Ona daha çox Ağa Mirzə Kərim danışa bilər. Kərim, Allah şəfasını versin. Yəqin ki, Ağa Mirzədən də soruşmuşsan, öz dayısı olaraq onun daha çox şəxsi xüsusiyyətlərini falanı beşmanı o sənəsin daha yaxşı danışar, daha rahat danışar. Deməli, bu sirkdəki konsertdən çıxmışıq. Gəlmişik indi Razinə. Çayxanası var idi orada. Oturmuşuq Razində. Bu da hiss olunur ki, biraz yorulub. Biz cavanıq, bizim üçün 3-4 saat o qədər yorucu gəlməyib, amma buna o 3-4 saat, o boyda 3 günün əziyyəti da biraz belə şey olub da, yəni hələ bir döyüşdən qayıtmışıq, indi oturmuşuq, şey deyir. Elçin, yaxşı dedin. Ağa Səlim, yaxşı dedin. Ağa Mirzə, yaxşı dedin, Kərim, yaxşı dedin. Bu qədər malades, belə falan deyib, bizi tərifləyir. Gördüyümüzü. Birdən Elçin dedin ki, Ağa, sən orada bir dənə söz dedin, bilməm, mən düz eşitmədim, yoxsa sən dedin, zibil qabı dedin orada. Nə zibil qabı? Belə, Elçin dedi ki, orada qafiyə vardı, kimdir söz ustadı məni ilə desin, kimin çıxıb adı məni ilə desin. Sən orada zibil qabı dedin deyəsən. Hə də, nə olub be ya? Deyir ki, ağa gedmir axı zibil qabı. Ustadı, adı, zibil qabı. Nə olsun, ı var da oğlum, ı qalıb da. Bana bax, ı var da. Elçinlə başladık kilomaya ki, gedmir. Ama özünü də söyləyə bilmirdi. Yaşlaşmışdı, təbii ki. Bəzən söz yadından çıxırdı. Sonra, sən, məsələn, vaxtında, cavan vaxtında təbii ki, şaq, deyib. Özü onun da səsi, məsələn, zil idi. O da elə pərdə tuturdu. Muğamı da yaxşı bilirdi, gəzişirdi. Məsələn, Kərimin toyunda bir dənə Vahidin qəzəlini oxuyub, var videolarda, YouTube'da. Bir zamanlar mən də əsir rəhmeyxanə idim, həvəsi badə ilə aşıq divanə idim. O qəzəli bir muğam üstündə qəşəng oxuyur, söz çıxır yadından tarçalana deyir ki, gəziş, 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 sözü yadına salmaq üçün ki, ona yol verir. Biraz artıq huşsuzluq yaranmışdı. Yəni, hələ onun duzu da oradaydı ki, məsələn də o vaxtki qafiyələr biraz, məsələn, indikinə baxanda çox primitivdir. Canın belə temp də aşağıdır. Qafiyələr, sözlər də primitivdir. Bir də görürsən ki, məsələn, o özü də bilə-bilə, ya bilərəkdən, ya bilməyərəkdən, yəni, yəqin ki, bilərəkdən deyil, amma məsələn, Arzukam deyirdi can qafiyəsində. Mən canıma qurban olum, Arzukamova qurban olum, məsələn, deyirdi ki, nə bilim. O özü deyirdi, onun üçün də heç, biz məsələn, o vaxt Kərim, Ağa Mirzə Elçin, mən Məşəd Baba, Əlbala, Səyyah rəhmətlik, adi bir hərifin də davasını eləyən vaxtlarımız, ya bunu məsələn, demək olmaz, bulvara şalvar demək olmaz məsəl üçün. O davanı eləyən vaxtlarda Ağa Səlim üçün problem yox idi, deyildi.
Və Ağasəlimi də belə deyək, istəyənlər, məclislər elə qapalı məclislər olurdu ki, yəni deyirəm, orada elə rəhbər adamlar, elə adamlar otururdu ki, biz heç ora cürətimiz yox idi girməyə və o da bizə etibar eləyə bilməzdi ki, yəni oturduğu o adamlarla mən də və yaxud Kərim də və yaxud Ağamırca da geçsin, gəlsin, orada otursun. Ona görə çox vaxt Aslan əmin apardı yandı ki, buna nəfəs versin, qarmon çalan Aslandan. Arxa vaxtda demək olar bir yerdə deyirdi bir dənə bənd, Aslan əmi gəzişirdi orada, ikincini tapıb, axtarıb tapanacan. Həm də elə yerdə biraz məsuliyyətlidir. Toyxanada dediyin söz rahatdır, toyxanada daha çox görürsən tamaşaçı, aura. Amma 3-4 nəfərin içində 3-4 nəfər sənə diqqətlə qulaq asır və sənin ən yaxınında oturublar. Amma 200 nəfər biraz aralı oturub və hərəsini də necə qulaq asırsa, elə var, meyxana var ki, meydan var ki, deyirsən, görsən orada 2 nəfər söhbət edir, dava edir yer üstündə və yaxud nə bilim, o deyir, çəkil, mən görmürəm, bu deyir. Amma Ağasəlimin olduğu məclislərdə hamı yayındırırdı onu. Baxın, çox meyxanalarında götürür mikrofonu, yəni avazdakı əsl meyxana avazı. Məsələn, arzuya kama çatır dostumuz Cəlallı bu gecə. Məsələn, bu təmpdə bir nəfər səs eləyəndə olur. Ay, sən kəsəniz eləməklə, qulaq asa. Adın nədir? Reşid, birin Reşid. O beləncədə onun özünün xarakteri vardı. Amma vay o günə ki, məsələn, meyxana haqqında, sənət haqqında, ümumiyyətlə, bunun təmsil elədiyi sahə haqqında bir kəlmə, bir adam söz deyəndə zəhləsi qeydə onu. O nə də, ged ona tapşırın, o jurnalist nədir yazıb oradakı ya, filandır. Yəni, indi necə ki, meyxananın təəssübünü biz çəkirik, istəmirik ki, yəni sənətimizə, bu janra, bu meyxanaya, ümumiyyətlə meyxanaçılara istəmirik ki, artıq söz gəlsin. Şəxsi cəhətlərinə görə mən demirəm. Əsas, məsələn, Aydının, tutalım, Rəşadın, Kərimin özünün, məsələn, Məşəd Babanın özünün hansısa meyxanası bu günləri cavanlar onu müzakirə ilə bu düz deyil. Bilsən nə üçün? Sən bilmirsən onu harada deyib o. Hansı şəraitdə deyib. Məsələn, Ağasəlin bir sözü deyibsə, indi adamlar var, otururlar, onu lağa tuturlar ki, bu belə sözü deyib. Sən onu bilə bilməzsən. Çünki Ağasəlin elə bir yerdə onu nəyinsə, kiminsə, hansı şəraitinsə xətrinə elə deyib, sən elə bilirsən ki, o səhv deyib. Yox, elə bir şey yoxdur. İstənilən meyxanaçı əgər meydanda söz deyirsə, yəni bədahətən deyilirsə, o bədahətən sözə Rus demişkən spros eləmək olmaz, onu müzakirə eləmək olmaz ki, niyə belə dedi? Elə şey olub ki, məsələn, mənə bir söz demirsən, cavabım hazırdır, baxmışam gözümə nəsə deyib, ağlıma nəsə gəlib, kimsə fikirləşmişəm buradadır, onu belə demək olmaz, ötürmüşəm onu. Və yaxud da tamam ayrı bir cavab vermişəm. Onlar müqayisə ilə suala bax, cavaba bax. O yazıları, peçat atfətlər, bu şeylər də qoyurlar. Sən bilmirsən, o şəraitdə onu Ağasəlim, Kərim, Vüqar və yaxud ağamızda nəyə görə elə dedi? Orada kimi nəzər aldı, nəyi nəzər aldı? Məsələn, çəkiliş olmayan yerdə biz elə meyxanalar demişik ki, məsələn, onu çəkilişlə demək olmaz. Çəkiliş istər-istəməz kamera adama bir məsuliyyət verir. O tamaşaçı orada məsuliyyət daşıyırsan ki, görəsən nə düşündü, necə qəbul elədi. Yəni, yenə deyirəm, hər şeyi də açıq, aydın göstərə bilməzsən, deyə bilməzsən. Sənin özünün də sənətin səhnə arxası gizlətdiyin məqamlar var. Məsələn, mən bunu bu günləri Rəşada belə deyə bilmərəm. Rəşad bugün Məştağada bunu belə deyə bilməz. Ağasəlin bu günləri, məsələn, Nizami Rəmzi ilə vaxtına görə, dövrünə görə deyirlər ki, göyə yola getməyiblər, göyə ikisi də bir-birinin xətrini çox istəyirdi. Sadəcə tamaşaçılara aid idi deyə, bir-birinin nüfuzuna xələl gətirməmək üçün əslində bir-birinə hörmət ediblər olar. Yəni, Nizami Rəmzinin olduğu meydanlarla Ağasəlin olduğu meydanlar fərqli idi. Nizaminin stilistikası ilə, deyilişi ilə Ağasəlimin deyilişi fərqli idi. Ağasəlin başqa cürə sata bilirdi sözünü, Nizami başqa cürə sata bilirdi sözünü. Alıcı da başqadır, məhsul da başqadır. Adı ikisinin də meyxanadır. Amma onlar bir-birinin ikisi bir yerdə olanda çox az bir belə deyək, meydanlarda oldular. O ayrı yerdə satır sözün, bu ayrı yerdə. Yəni buna deyirlər,
indiki dillə desək, qruplaşmadır falan da bilmirəm. Həqiqətən elədir. Məsələn, mən özüm meyxananın məsələn daha çox Elçinlə gedirdim. Elçin məni daha çox özünə yaraşdırırdı. Məsələn, baxmayaraq Məşəd baba mənə ondan yaxın idi, əhli uşağı kimi. Ağa Mirzə ilə Kərimlə getmək mənə daha məsələn sərfəli idi, yaxşı mənada. Elçinlə biz amma daha çox gedirdik məclislərə. Elçin məni deyirəm ki, gecə düşürdürdü evə. Səhər tezdən gəlib aparırdı ki, deyirdim, Elçin, dünən deyərdim ki, səhər gedəcək, dünən deyib fikrim yox idi. Səhər dedim ki, qoyayım, bu qadı götürüm. Hara gedirdi məsələn, mənə aparırdı yanında, bilirdi ki, mən ona tərəf müqabililə eləyə biləcəm. Bu demək deyil ki, mən Məşəd baba ilə deyə bilmirdim. Məşəd baba ilə demək üçün, gəlib onun kimi kəskin deyəsən, gəlib onun kimi şıltaq deyəsən, gəlib onun kimi biraz hamı bilir də. Kərimlə mən deyə bilmirdim, yəni səsi qaldırardı, sözü qaldırardı, elə bir söz deyərdi ki, mənim yaşım imkan verməzdi ona söz deməyə. Bugünlər indi mənim başıma gəlir, o cavanlar görürəm ki, bəziləri mənə meydanı görürəm, stupqa eləyirlər. Demirəm, sözü yoxdur, gücü yoxdur, cavab versin, amma nəzərə alır ki, mən bunu bu qara deməyim. Gedim öz topundan özüm, öz tayımı tapım. Yəni, həqiqətən belənçisindən bir şey var. Ona görə də Ağasəlimlə Nizaminin o vaxtı tandemi çox alınmadı. Amma bir-birinin eşqinə, məsələn, biri pişik yazırdı, biri sıçan yazırdı. Biri, məsələn, pul olsaydı, gedib gezərdi, qarvad yazırdı, məsələn, biri başqa şey yazırdı. Biri, məsələn, cəhd elə olmuyorsan, türmədə tıstak qalaşım yazırdı. Biri, məsələn, gəlin tərif edib, deyirmanımızı yazırdı, harada sana xilaskarımızı yazırdı. Bunların hamısının öz, belə deyək də, siyasət olub, özünün belə aurası, öz tamaşaçısı olub deyə. Ona görə mənim, məsələn, öz tamaşaçım, indi görürəm ki, məsələn, mənim meyxanama qulaq asan tutalım, məsələn, filan kəsi bəyənmir. Başa düşürəm ki, onu da bəyənən məni bəyənmir. O vaxt eləncəsində dövr olub. Ona görə mən çox xahiş edirəm tamaşaçılardan, insanlardan ki, hansı meyxanaçının hansı meyxanaçı ilə arası, münasibəti, soğuqsa, zəifdirsə, onu birbaşa şəxsi şeyə, ambisiyalara yazmayın. O daha çox sənin o satdığın məhsuldur. Yəni, eyni bazarda, görürsən ki, bu günləri bazarlarda, getdikcə uşaq üçün mallar, təsərrüfat malları, geyim falan, peşman. Onların hamısının bir yerdə olmağı heç cür düz gəlməz də. Onların hərəsinin öz sektoru. Kimin sektoru eynidirsə, onlar birləşdirirlər yan-bayan və orada böyük bir bazar alınır, böyük bir arena alınır və orada onlar işlərini görürlər. Yəni, bu qədər, yəni nə vaxt lazım olsa, bazı verir, təşəkkür edirəm. Allah rəhmət edesin. Çox bir yerdə olmuşuq. Çox meclislərdə. Mən indi danışdıqlarımı açıb töksəm burada çətin günlərimizdə olub, yaxşı günlərimizdə olub deyib güldüyümüz vaxtda. Zən biraz dünya ki değişib, adam istəyir səmimi danışsın, kimsə onu şəbədə eləyib altından nəsə yazır, sonra lazımsız bir söhbət yazır, peşmançılıq olur. Ona görə cəmaat hamısını boğur özünü oturur, elə söhbət eləyir ki, mən istəmirəm onlardan olum. Mən hələ ne cürlə danışıram, hələ də hiss eləyirəm onları. O adamlar ki, yox idi, əvvəl var idi, indi yoxdur, indi qədrin başlayır o bilməyə. O qədri bilmək çox yaxşı şeydir, amma çalışaq bu ölüm itimdən sonra qədri bilməyək. Əvvəlində də indi ürəyibə düşüb hansısa bir şair və yaxud da ki bir meyxana deyən və yaxud da ki bir dostun get dey ona, döy qapsın, zəng elə qardeş, gəl bir istəyən çay içək, darıxmışam sənin üçün. Ancaq bunu ilə bir şey eləyə bilərsiniz. Biri-birini mehribançılıqla. Mən retki adamlar var ki, bu sənət aləmindəki ailəvi dostluq eləyirlər. Allah and olsun, çox belə möcüzəvi bir şeydir. Bunu bir qoyaq bir qırağa. Heç olmasam özümüzün arasında bir
Yığıldılar, ancaq meyxana olmalıdır orada, ancaq bir həyatdır da, bu həyatda başqa şeylər də var axı. Başqa bir söhbətlər də var, başqa bir məqsəd də var, dincəlmək məqsədi var, bir kimisə ürəyin şad eləmək, kiməsə gedib deymək, nə bilim, neyləri ki yazıb saxlaya bilmişəm qalıb, neyi ki saxlaya bilməmişəm, o vaxtı bir dost var idi, onun yanına gedirdilər, mən Kərim istədi məndən, ya Amizə istədi, bir 8 dənəyə yaxın kaset verdim ona. Özdəki elə kasetlərdir ki, bu meyxanaların gözüdür də, elə bir hamısını yığıb saxlamışam. O, dedim, qoy yazım verib, dedi, yox. Bir dost var, hoşum, Çətindədir, onun yanına gedirik, orada baxmaq istəyirlər. Sonra elə oldu ki, hələ itbat düşdü, getdi o 8 dənə kaset. Onların içərisində çox gözəl meclislər var idi. Hansı ki, orada meyxananın qanunu haqqında söhbətlər, onlar hamısını yazıb saxlamışdım mən. Hamısı getdi onlar. Biraz da Amizədən danışım sənə üçün. Amizə mənim ürək sirdaşımdır, dostumdur, qardeşimdir. Ən çətin günlərimdə, ən çətin məqamlarda Amizə həmişə mənim yanımda olub. Xətrini də dünyalar qədər istəyirəm. Özdəki Amizə elə bir adamdır ki, məsləhəti qulaq asan adamdır. Elə bir adamdır ki, o fikirləşməz ki, əvvəllər olur deyə bir uşaq klip çəkirdi. O vaxt klip çəkməyə axı dövrü idi məqam. Hamını çağırdı, Amizəni çağırdı. Çox adam gelmirdi o təqdimatlara. Amizə gedirdi. Soruşanda da ondan çağıra, heç kim gelmirsən dedi, heç kim özü bilər. O adam sahib bizi çağırıb getmək lazımdır. Bir dənə əl açsın kimsə ona, pul istəsin, onu pulsuz qoymaz, damızı pulun verər. Ürəyi də hələdir. Sonra mənim özümə dəfələrlə əl tutub, onu unuda bilmərəm, deməliyəm. Çətin dövrdə, çətin vaxtlarım olub. Bizim o vaxtı vəziyyət yaxşı idi, sonra bir balaca işlə əlaqədar bizim işlərimiz donduruldu, vəziyyətimiz çox pis oldu. Hoşum, uzun sözün qısası, Amizə, o adamla da, Amizə də Kərimlə maşının açarlarına qədər qoydular ki, gəlin, nə lazım deyil. Daim dedi, sağ ol, hər şey yaxşıdır. Yəni, bunları demək lazımdır. Bunların öş demək lazımdır. Heç olmasam bilsin cəmaat ki, belə adamlar indi də var, bəlkə də bilmirək, görmürük. Biraz bu dünya dəyişib deyənə bilmək olmur. Özdəki meyxana deyənlərin içində öz işinin üstündə bəhd yanan bəlkə də yeganə adamdır Amizə. Niyə görəm? Neçə yaşı var Amizənin? 64-cü ildəndir. Ən qocaman, 62-dən üzr istəyirəm. Ən qocaman bu saatda meyxana deyəndir. Gələn o ki, meyxanasını da qulaq asın. Amizə olan meclis həmsə şən gedir. Bilir harada, nə tutsun, necə düşsün, neynəsin. Bir də görürsən ki, elə yerdə elə bir bəhir tuturlar ki, Amizə o bəhrin də dalı gəlir. Niyə? Ona görə ki, Amizə anba-an, günbəcün üstündə işləyir, üzərində işləyir. Və demək olar ki, hər gün də meyxana deyir. Bu, onun öz işinə verdiyi dəyər, öz işinə verdiyi hörmətdir. Hörmət edir işinə və iş də onu padvadit eləmir. Hələ də aradadır neçə illərdir.